Şəkidə bağa qoz yığmağa gedən 65 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Hadisə ötən gün günün ikinci yarısında rayonun Başlayıskı kəndində baş verib. Kənd sakini 65 yaşlı Allahyar Hümbət oğlu Şirinov yaşadığı kəndin dağətəyi ərazisindəki ailəsinə məxsus bağa qoz yığmağa gedib. Allahyar Şirinov ağacdan ehtiyatsızlıqdan yıxılıb. Bədbəxt hadisə zamanı ağır xəsarət alan Allahyar Şirinov yaxınlarının köməkliyi ilə Şəki rayon mərkəzi xəstəxanasına aparılıb. Qardaşım evə gəlib çıxmadı, hara getdiyindən xəbərimiz yox idi. Yoldaşı axtarıb, taplayıb, zəng vurduq, zəng çatmadı. Sonra yoldaşı axırda deyib ki, bağçaya baxım, gəlib görüb burada qozun dibində yıxılıb. Skor ilə gəlincə özümüz xəstəxanaya çatdırdıq. KT-də cavab gəldi ki, biz boyun fəqərəsi qırılıb, qabırğalar qırılıb, gözü partlayıb, bir göz demək olar yoxdur. Təbibdən APA TV-nin sorğusuna cavab olaraq bildirilib ki, 1960-cı il təvəllüdlü şəxs Şəki rayon mərkəzi xəstəxanasına dəqiqləşdirilməmiş koma və dəqiqləşdirilməmiş kəllə-daxili travma diaqnozları ilə daxil olub. Bütün reanimasiya tədbirlərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, Vəsilə Mütəllimzadə, APA TV Şəki.